Təqvalı adam sözünü çox eşitmişsiniz. Quranda ən çox işlənən sözlərdən biri təqvadır. İttəqullah, hər dəfə də cümə namazında təqvalı olun deyirik. Təqva çox işlənən sözdür. Necə tərcümə edirik? Deyirik ki, pəhrizkar, çəkinən adam, Allahdan qorxan adam. Amma mən fərqli bir tərif deyərdim. Təqvalı adam, yəni diqqətli adam. Diqqətli. Kəş bizim cəmiyyətimiz təqvalını belə başa düşərdi. Təqvalı yəni nizamlı, müvəffəq, diqqətli, addımlarını ölçüb biçən, təfəkkür və ağıl sahibi olan adam. Ümumi yox, pəhrizkar adam. Xeyr, bu pəhrizkarlıq nəyin nəticəsində olur? Bu hesab kitabın və diqqətin. Dindən uzaq adam kimdir? Təqvasız adam, diqqətsiz və hesab kitabsız adam. Uşağı uşaqlıqdan tərbiyə eləyəndə hesab kitaba uyğun tərbiyə edin.